Qiyamət günündə bir neçə şey var ki, onlar şikayət edəcək. Bu ümmətdən, insanlardan şikayət edəcək. Biri, məsələn, Qur'an-ı Kərimdir. İnsanlardan şikayət edəcək. Deyəcək, mən qaldım tozun içində, məni oxumadılar. Onlardan biri də alimlərdir. Alimlərdir. Ümmətdən şikayət edəcəklər. Gəlib həmin o alimlər ki var, gəlib onlardan nəsə öyrənmədilər. Nəsə oxumadılar. Onun elmindən istifadə eləmədilər. Ona görə alimlər bu dünyada qəribdir.